Prime Cotton şirkətinin torpaqşünası Elman Babayev. Deməli, bugün gördüyünüz taxıl sahəsində müasir torpaqda nəmliyi ölçən suvarmaya nəzarət sensorlarının quraşdırılması prosesi hal-hazırda davam etməkdədir. Bu sensorların əsas mahiyyəti, yəni sahədə quraşdırmağımızın əsas məqsədi torpaqda bizim bitkimizin kökünün nə qədər suyu mənimsəməsi, torpağın dərin qatlarına doğru, hansı qata doğru su sızılaraq gedə bilir, çata bilir və bu da bitkinin vegetativ inkişafına olduqca böyük əhəmiyyət kəsb edir. Və biz hal-hazırda gördüyünüz kimi sahə biraz seyrəkdir. Burada udulmuş toksiki duzların miqdarı normadan biraz yüksək miqdardadır. Ona görə biz bu sahədə də həmin bu sensor cihazını quraşdırdıq ki, suvarmadan sonraki dövrdə biz görək ki, həmin toksiki duzlar suvarma zamanı suyun torpağın hansı dərinliklərinə keçməsini müəyyən etsin. Yəni buna uyğun biz artıq suvarma normasını müəyyən etmiş olaq. Və digər hissə isə torpağın münbit hissəsində biz bu sensoru quraşdırdıq ki, yəni müqayisəmizi doğru şəkildə aparmış olaq. Hal-hazırda bu şirkətdə, Prime Cotton şirkətində 2 ildir ki çalışıram, amma 10 ilə yaxın torpaq tədqiqatı və bitki tədqiqatında təcrübəm vardır. Bu müasir suvarmaya nəzarət sensorları biz artıq 2 ildir ki, 3-cü ilə doğru keçir istifadə eləyirik. Bununla biz öz suvarmamızda bitkimizin vegetativ inkişafı dövründə hansı miqdarda suya tələbatını doğru şəkildə müəyyən etmiş oluruq. Torpağımızda suyun hansı dərinliklərdə sızmasını müəyyən etmiş oluruq. Çünki torpaqlar hal-hazırda bildiyiniz kimi bizim Mərkəzi Aran və Şirvan-Salyan istiqaməti boyunca torpaqlarımızda küpləşmə və kəltənli torpaqlar mövcud olduğundan suvarmaya nəzarət olduqca əhəmiyyətlidir, yəni burada. Ona görə biz bu sensorlardan olduqca yaxşı bir şəkildə faydalanmağa çalışırıq. Son olaraq onu qeyd edeyim ki, düzgün suvarmanı təşkil etmək bitkinin inkişafı dövrünün ən əhəmiyyətli bir hissəsidir.